Salam. Deməli, sinuslar teoreminin də izahını qoyaq. Görək bizdən bu sinuslar teoremi nə istəyir. Birinci sualda bizə deyilir ki, ABC üçbucağında bucaq C-ni sənə 30 dərəcə vermişəm, bucaq B-ni 45 dərəcə vermişəm. Digərini tapmaq lazımdır, gənclər. Bizə yazaq. Sual 1. Sual 1. Option. Getdik. Bu mənim körbucaqlı bir dənə üçbucağım var burada. Sənə deyir ki, bura 30 dərəcədir. Sənə deyir ki, bura 45 dərəcədir. AB-ni sənə 4 kökdəki verib, AC-ni soruşur. AC-yə də bir dənə x deyək. Təbii ki, iki bucaq və onlar arasındakı tərəf və onlar arasındakı əlaqədən mən yazaram ki, sinuslar teoreminə görə A-nın qarşısındakı bucağın sinusla nisbəti, B-nin qarşısındakı bucağın sinusla nisbəti uşaqlar, bərabərdir C-nin qarşısındakı bucağın sinusla nisbəti, bərabərdir həmin üç bucağın xaricinə çəkilmiş çevrənin radiusunun 2 mislinə. Yəni müəllimə 4 kökdəkinin qarşısındakı bucağın sinusla nisbəti bərabərdir x-in qarşısındakı bucağın sinusla nisbəti. Sinus 45 dərəcə. Bunu da mən belə yazaram. 4 kökdəki bölünsün sinus 30 dərəcəmiz 2-də 1-dir gənclər. Sinus 45 dərəcəmiz kökdəki bölünsün 2 olacaq. 2-lər gedəcək uşaqlar. X-imiz də bərabər eləyəcək 4 kökdəki vurulsun kökdəki müəllimə. Bu da neçə eləyəcək? Təbii ki 8 variant B variantı. Gəlirəm növbəti sual 2 nömrəli suala. Bizə nə deyilir? ABC üçbucağının tərəfləri var bir dənə. Əlimizdə bir dənə ABC üçbucağı var. Sənə deyir ki, BC-mizi 5 vermişəm, AC-mizi 6 vermişəm. Bax, 3 tərəf varsa, A bucağının kosinusundan danışırsa, deməli kosinuslar teoremidir. Kosinuslar teoremində də nə deyilir? Bax, bura bir dənə alfa qoyaq. Bucağın qarşısındakı tərəfin kvadratı bərabərdir, yəni 5-in kvadratı bərabərdir gənclər. Mən yazacağım digər iki tərəfi üçün. Niyə belə eləyir bu ekran mənə? Bütün əsəblərimi pozdu. Deməli, 5-in kvadratı bərabərdir uşaqlar. Yazacağım 8-in kvadratı 64. Üzərinə gəlinsin 6-nın kvadratı 36. Çıxılsın 2 vurulsun, 8 vurulsun 6. Vurulsun kosinus alfa. Mən də yazaram buradan 25 bərabərdir. 64-ün üstünə 36 gələrəm. 100 eləyəcək. Çıxılsın 48-i 2-yə vuraram. 96 eləyəcək kosinus alfa. 25-dən gənclər 100-ü çıxsam mənfi 75 eləyəcək. Bərabərdir mənfi 96. Kosinus alfa yazaram. Digər tərəfdən mənfilər gedəcək hər tərəfdən. 3-ə də ixtisar getsə, burada qalacaq 25, burada qalacaq 3-ə bölsəm 32 deyəsən. Kosinus alfa. Buradan da alfa bərabər eləyəcək, 25 bölünsün, kosinus alfa bərabər eləyəcək, 25 bölünsün 32. Yəni, cavab A variantı. Bizdən elə bucağın kosinusunu soruşurdu onsuz da. Gəlin növbəti suala. Növbəti sualda nə deyilir? Deyilir ki, 3 nömrəli sual da yenə eyni sualdır. Mən baxmaq istəyirəm 4 nömrəli suala. 4 nömrəli sualda bizə nə deyilir? Deyir, ABC üçbucağında lap eyni olanları da yazmayayım da uşaqlar. Çünki özünüz yazında biraz da insanın beyni işləməlidir. Arxayın olursan ki, YouTube var, ona görə beyin də işləmir. Arxayında axı beyin necə işləsin? 4 nömrəli sualı yazıram. Bucaq C-miz 60 dərəcədir. Bucaq B-miz 45 dərəcədir. AC-ni kökün altında 6 verib, AB-ni soruşur. AB-yə də x qoyaram. Yəni sinuslar teoremi kökdə 6-nın sinus 45 dərəcəyə nisbəti bərabərdir. X-in sinus 60 dərəcəyə nisbəti. Bu da eləyəcək kökdə 6 bölünsün. Sinus 45 dərəcə kökdəki bölü 2-yə. Sinus 60 dərəcədən kökdə 3 bölü 2 eləyəcək. Bunlar gedəcək. X buradan bərabər eləyər. Kökdə 6-nı kökdə 3-ə vuraram. Kökdə 18 bölünsün kökdə 2. Cavab neçə eləyəcək? Kökdə 9. Bundan da 3 çıxacaq. Hansı variant? C variantı. 5 nömrəli sualı yazmıram. Özünüz yazın 5 nömrəli sualı. Mən gəlib yazıram. 6 nömrəli sual. 6 nömrəli sual da əslində sadə sualdır. Gəlin elə üstündə qeyd eləyək. 105-in üstünə 45 gələrəm. 150, 180-dən 150-nin çıxıb 30 dərəcə yazaram. Bizdən AC-nin uzunluğunu soruşur. Onda yazaram AC-nin 6 nömrəli suala. AC-nin yenə sinus 45 dərəcəyə nisbəti bərabərdir kökdəkinin sinus 30 dərəcəyə nisbəti gənclər. Üstündə yazaq. Bu kökdəki bölü 2-dir. Bu da 2-də 1-dir. 2-də 1. 2-lər gedər. Kökdəkini kökdəkiyə vursam AC-miz 2 eləyəcək. A variantı. 7 nömrəli sual da eyni sualdır. 8 nömrəliyə baxın. 8 nömrəli sualda nə deyilir? ABC üçbucağıdır bir dənə əlimizdə olan. Sənə deyir ki, ABC üçbucağında A, B, C. A bucağını 75 dərəcə vermişəm. B-ni 45 dərəcə vermişəm. 75-in üstünə 45 gələrəm. Eyni məsələdə 7 ilə. Eləyəcək 120, 180-dən 120-ni çıxaram 60 dərəcə eləyəcək. AB-yə 6 qoyarıq. AC-yə də bir dənə x qoyma. Yenə yazaram AC-nin qarşısındakı bucağın sinusla nisbəti bərabərdir 6-nın qarşısındakı bucağın sinusla nisbəti. Bu yenə kökdəki bölü 2-dir.
Bu kökdə 3 bölü 2-dir gənclər. 2'lər gələcək. AC də bərabər eləyəcək. 6'nı vuraram kökdə 2'yə, bölərəm kökdə 3'ə. Hər tərəfi də kökdə 3'ə vuraram. Kökdə 3'ü kökdə 3'ə vuraram, 3 eləyər. 6'nı 3'ə bölərəm, 2 kökün altında 6 eləyər. C variantı. Obşim, getdik növbəti suala. Növbəti sual 8, yox 9 nömrəli sualdır. 9 nömrəli sualda bizə nə deyilir? Deyilir ki, sənə bir dənə 3 bucaq vermişəm deyir. 3 bucaq vermişəm. Bura 6'dır, burada 6'dır, burada 2'dir. Burada hələ ki köhnə toplunun suallarını işləyirəm. Yəni yeni topluldan bir sual 9'a kimi yoxdur. Sinusunu soruşur. Bu bucağın sinusunu soruşur, amma mən birbaşa sinusa çıxış eləyə bilmirəm hələ ki. Bura B qoyaq, bura A qoyaq, burada C. Mən birinci eyni verilən mənə bucağın kosinusunu tapmalıyam, kosinuslar teoreminə görə. Onda yazıram müəllimə. Kosinuslar teoremi necə idi? A-nın kvadratı bərabər idi. B-nin kvadratı üstə gəl C-nin kvadratı çıxılsın 2B-si kosinus alfa idi. Elə deyil. Mən də yazıram. Bax, bu bucağın qarşısındakı tərəfin kvadratı 2'nin kvadratı. 6'nın kvadratı 36, 6'nın kvadratı 36. Çıx 2 vur, 6 vur, 6 vur kosinus alfa. Mən kosinus alfanı tapıram. 4, bax bu 4'dən bu 72'ni çıxıb. Onlar mənfi 68 yazaq. Burada mənfi 72 eləyər. Kosinus alfa. 2 mənfilər gedəcək uşaqlar. 68 ilə 72 4'ə ixtisar gedər. 68'i 4'ə bölə bilərsiniz mənim üçün. 17 eləyər. 78'i də 4'ə bölsəm 18 eləyər kosinus alfa. Buradan da kosinus alfa bərabər eləyəcək 17 bölünsün 18'ə. Bu sənin kosinusun. Amma səndən sinus soruşur. Kosinus alfa desəm, bax, yəni bu kosinus A, B fərqi yoxdur. Bu bucaq B-dən danışıramsa B yazın. Bunu 2 variantdan tapa bilərsən. Ya sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa bərabərdir 1 tənliyindən. Mən yəni yazaram sinus kvadratı alfa üstə gəl kosinus kvadratı 18'də 17'nin kvadratı 324'də 289 bərabərdir 1 yazaram. Buradan da sinus kvadratı alfa bərabər eləyər. 1'dən çıxaram 324'də 289'u. O da bərabər eləyəcək. Sinus kvadratı alfa da bərabər eləyər. 324'dən 289 çıxaram. 324'dən də 289 çıxanda neçə eləyir? 289 çıxanda 35 eləyir. Bəli, bu da eləyəcək 35 bölünsün 324. Hər tərəfdən də kök alsam, sinus alfa bərabər eləyəcək 18. Burada da kökün altında 35. Bu mənim birinci qaydam. Əsas eyniliklə. İkinci qaydanı da belə yaza bilərdiniz. Bir dənə düzbucaqlı üçbucaq çəkərdin. Buraya yazaq birinci sul. Burada yazaq ikinci sul. Mən ikisini də dedim, amma bundan sonra belə misallar olanda birinə gedərik. 90 dərəcədir bura. Kosinus beta. Bax, bu bucağa bir dənə B qoyaq. Bu bucağa B desəm, kosinus beta bitişiyin hipotenuza nisbəti idi. Yəni müəllimə, bura 17, bura 18 idi. Onda 18'in kvadratından, Pifagordan, 324'dən 289'u çıxıb buraya yazaram. Eləyəcək kökün altında 35 yenə. Müəllimə, sinus alfa da qarşıdakı katetin hipotenuza nisbətidir. Kökdə 35 bölü 18. Hansı ilə istəsəz yaza bilərsiniz. Bu belə. Cavab kökdə 35 bölü 18 Y variantı. Gəlirəm. 10 nömrəlini yazmıram, eyni sualdır. Mən yazmaq istəyirəm 11 nömrəli sualı. Oturacağı 18 cm bərabər olan bərabər yanlış bucağın təpə bucağı 120 dərəcədir. Yan tərəfi tap. Bura A qoysaq, bura A qoysaq, biz demişdik ki, bura A kökdə 3'ə bərabərdir. Yəni buradan A'mız bərabərdir. 18'i böləcəyəm kökdə 3'ə. Hər tərəfi də kökdə 3'ə vursam gənclər, 18'i 3'ə bölərəm. 6 kökdə 3 eləyəcək. Bizdən nə soruşur? Yan tərəfini soruşur, elə Y variantı eləyəcək. 12 nömrəli sual eyni sualdır. Yazmıram. Mən 13 nömrəli sualı yazıram. 12'də ədədləri dəyişib yerinə qoyacaqsınız. Deməli, bizə nə verib? ABC 3 bucağında burası C verib. Bucaq C'yə bir dənə alfa deyib. Və CBD xarici bucağı C bucağından 2 dəfə böyükdür. Yəni, bura 2 alfadır. Bura 2 alfadırsa gənclər, 3 bucağın bir xarici bucağı özünə qonşu olmayan 2 dənə daxili bucağın cəminə bərabər olduğuna görə burada AC alfa yazıram. Və bizə AC-ni tapın deyir. Bax, bu AC-ni tapın deyir. Mən də necə yazıram? Bu C-nin, AC-nin 2 dəfə böyük olarsa, AC-ni tapın. Yəni, sinuslar teoremidir. Bu, bunun qonşusudur. Eləyər 180 çıxılsın 2 alfa. Sinuslar teoremini tətbiq eləsəm, C-nin qarşısındakı bucağın sinusuna nisbəti bərabərdir. Bizə AC-ni tap deyir. AC-nin qarşısındakı bucağın sinusuna nisbəti, yəni 180 çıx 2 alfa. Mən də yazaram C bölünsün sinus alfa. O da bərabərdir. AC bölünsün. Uşaqlar, bu çevirmədir. Sinus 180-də öz adında qalır. İkinci rüblə müsbətdir. Yəni, bu elə sinus alfa deməkdir. Sinus bağışlayın 2 alfa deməkdir. Sinus 2 alfanın da açılışı 2 dənə sinus alfa
kosinus alfa deməkdir. Daha sonra hər tərəfdən sinus alfaları ixtisar edə bilərəm. Mən də buradan alıram ki, AC bərabər olacaq 2 dənə C kosinus alfaya. Cavab C variantına. Gəlirəm 15 nömrəli suala. 15 nömrəli sualda bizə nə deyilir? Tərəfləri 2, 3 və 4 olan 2, 3 və 4. Üçbucağın kiçik bucağının kosinusunu tapmaq lazımdır. Kiçik bucaq kiçik tərəfin qarşısındakidir. Yəni, bura alfa qoyaram. Onda bucağın qarşısındakı tərəfin kvadratı bərabərdir. 3-ün kvadratı üstə gəl. 4-ün kvadratı çıx 2 vur, 3 vur, 4 kosinus alfa. 9, 16, 25. 4-dən 25-i çıxaram, mənfi 21. Bərabərdir, mənfi 24, kosinus alfa 2 mənfi müsbət eləyəcək. Hər tərəfi də 3-ə bölsəm, kosinus alfa bərabər eləyər 7 bölünsün 8. Y variantı. 17 nömrəli suala baxaq. 17-də nə deyilir? Bir dənə düzbucaqlı üçbucaq verilib bizə. Hələ də bir fərqli bir dəyiş. Düzbucaqlı üçbucaq deyil, ay balam. Yalandan danışdım. Bura bir dənə gamma qoyuram, bura bir dənə alfa qoyuram, bura A qoyuram, bura C qoyuram. Alfanı bizə 45 dərəcə verib. A-nı 9 verib, C-ni 9 kökdəki verib, qammanı soruşur. Yenə eyni şey. 9 kökdəkinin sinus qammaya nisbəti bərabərdir 9-un sinus 45 dərəcəyə nisbəti. Bu da kökdəki böl 2-dir gənclər. Bu 9'lar gedəcək, kökdəkini kökdəkiyə vursam 2 eləyər, 2-ni də 2-yə bölsəm 1 eləyər. Yəni sinus qammamız 1 eləyəcək. Sinus da 1-i harda alır? Təbii ki, 90 dərəcədə alır. Cavab D variantı. 17 dənə suala kimi çaşdırıcı bir maraqlı sual yoxdur. 18 eyni sualdır, yazmaq istəmirəm. 19 deyəsən təzə toplumun sualıdır, amma bir dənə də baxaq. 19 nə deyir? ADG bərabər tərəfli üçbucaq, o dəqiqə bərabər tərəfli üçbucaq görən kimi bütün bucaqlara 60 dərəcə yazın. Olsun sizin üçün güya ki asandır. ACB düzbucaqlı üçbucaqdır. Okay. DF bərabərdir. Hanı DF? DF FY'yə bərabərdir deyir. Bunlar da 4'dür. Onda belə çıxır ki, bu bərabər tərəfli üçbucağın tərəfi 8'dir. Okay. AF də FB'yə bərabərdir bala. AF hanı? AF də FB'yə bərabərdirsə, burada da bunu yazıram. Nə görür bizə? BC'ni soruşur. Yaxşı, gözüm nə görür? Gözüm onu görür ki, bərabər tərəfli üçbucaqda, bax bu mediandır da çəkilən. Onda eyni zamanda da tənbölən olacaq. Çünki bərabər tərəflidə median tənbölən hündürlük eynidir. Onda 60'ı yarı-yarıya böləcəyik. 30-30. Deməli, burada da bir dənə 90 dərəcəm var. Çünki 30 ilə 60 90 eləyirsə, burada 90 olmalıdır ki, daxili bucaqların cəmi 180 dərəcə eləsin. Uşaqlar, sonra nə ağlıma gəlir? Sonra ağlıma gəlir ki, mən bu bərabər tərəfli üçbucağın bu medianını tapa bilərəm. Bərabər tərəfli üçbucaqda median tənbölən hündürlüyün düsturu A kökdə 3 bölü 2'dir. Yəni A'mızı da 8 almışıq axı. 8'i 2'yə bölərəm 4 kökdə 3 eləyər. Məsələ aydın oldu. Bura 4 kökdə 3'dürsə, burada 4 kökdə 3'dür. Mənim hipotenuzum 8 kökdə 3 eləyər toplasam bunları. Hipotenuz 8 kökdə 3'dür. Bu BC-dəki 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni 8 kökdə 3'ün yarısı. Bu da eləyəcək 4 kökdə 3. D variantı. Yaxşı, gələk 20 nömrəli məsələyə. Bu yeni sual idi, köhnə topulda yox idi. AC-ni 10 verib bizə, BC-ni 15 verib, sinus beta bölünsün, sinus alfadan danışır. Yenə sinuslar teoremini tətbiq eləyə görə ümumiyyətlə bizə nə verir bu? Mən yazaram ki, 15'in sinus alfaya nisbəti bərabərdir 10'un sinus beta'ya nisbəti. 5 ixtisar gedər, burada 3, burada 2 qalar. Mən də yazaram ki, sinus 3 dənə sinus beta, yaxşı birbaşa yazmayaq. 3 dənə sinus beta 2 dənə sinus alfaya bərabərdir. Mənimə sinus beta bölünsün sinus alfa. Sinus beta bölünsün sinus alfa. Hər ikisindən bərabər eləyəcək. 2 bölünsün 3 nisbətinə. O da hansı variantdır? Y variantı. Gəlirəm. Deməli, 21 nömrəli suala baxaq. Nə deyilir? Deyir ki, ABC üçbucağının bu mənim ABC üçbucağımdır. B və C bucaqlarının tənbölənləri K nöqtəsində kəsişir. Kəsişsin. Bax, burada bir dənə K nöqtəmiz var. Tənbölənsə alfa-alfa, tənbölənsə beta-beta qoyaq. Və sənə deyir ki, BK 12'dir, CK-mız 5'dir. BC parçasının uzunluğunun ən kiçik qiymətini tapmaq lazımdır. Yəni, mən bu bucağı təxminən bilməliyəm ki, bu BC-nin də uzunluğunu tapa bilim. Deməli, ağlıma nə gəlir? Ağlıma bu gələ bilər ki, uşaqlar, əgər bir üçbucaqda 2 tənbölən kəsişibsə, 3-cü şəkləndə mütləq o da tənbölən olacaq. Deməli, mən buradan da bir dənə tənbölən çəksəm, bura bir dənə qamma qoyaram, burada qamma. Üçbucağın bu daxili bucaqlarının cəminə baxın.
Yəni 2 alfa üstə gəlinsin 2 beta üstə gəl 2 qamma 180 dərəcədirsə, hər tərəfi 2-yə bölsəm alfa plus beta plus qammamız bərabər eləyəcək 90 dərəcə. Digər tərəfdən də bu çərpələng formalı fiqura bax. Bu gəldi gözümün qabağına. Bax buna. Bu çərpələng formalı qaraladığım fiqurda. Bura bir dənə K bucağı qoyun. Bu K bucağı bərabərdir uşaqlar. Alfa, bax bu bucaq alfa, üstə gəl bu bucaq beta və üstə gəl 2 dənə qamma. Sənə deyirsən ki, qəşəng məsələdir bu. 2 qammanı da belə yazıram. Qamma üstə gəl qamma. Sənə deyirsən ki, müəllimə, mən bunu 90 dərəcə olmağını isbat elədim. Deməli, mənim bu bucağım, bax bu K bucağım 90 dərəcə üstə gəl qammadır. Yəni hər hansı bir bucaq. Yəni kör bucaqdır. İsbat elədim bunu. 90 dərəcə üstə gəl qammamız kör bucaqdır. Ona kör bucaqlı üç bucaq bərabərsizliyini təyin edirəm. Kör bucaqlı üç bucaqda da üç bucaq bərabərsizliyi, yəni bu üçüncü tərəf 12 üstə gəl 5 17-dən kiçikdir. 12-nin kvadratı üstə gəlinsin 5-in kvadratından böyükdür. Yəni 13-dən böyük. 13 ilə 17 arasındakı ədədimiz daha hansı eləyəcək? 14. Yəni variant A variantı maraqlı məsələ idi. Gəlirəm 22 nömrəli suala. Nə deyir? Şəkilli məsələdir, amma oradan yazmayaq, çünki sonraki bütün məsələlər demək olar şəkilsizdir. Dedi, AB-ni sənə 5 verib, hani AB, BD-ni 5 verib, okey. DC-ni də 4 verib. BC parçasının uzunluğunun ən kiçik qiymətini tapmaq lazımdır. Yenə bucağa görə təyin edəcəyəm. Bu bərabər yanlı 3 bucaqdırsa, bura alfa qoyaram, burada alfa. Bura yazaram 180 çıxılsın, alfanın üzərinə 180 çıxılsın alfa yazaram uşaqlar heç nə. 180 çıxılsın alfa yazaram. Bu bucağım da olsun bir dənə beta bucağı. Üç bucağın bir xarici bucağı da özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Deməli, bura 180, belə dedim. Bura 180 çıxılsın alfa kör bucaqdır da, elə deyil. Onda kör bucaqlı üç bucağın yenə xassəsini tətbiq eləyərəm də. 5 üstə gəlinsin 4, 9-dan kiçik, 5-in kvadratı üstə gəlinsin 4-ün kvadratı, 41-dən böyük. Nə soruşur yadımdan çıxdı? 22. Ən kiçik natural qiyməti. Bundan çıxar 6 tam neçəsə. 6-nın kvadratı 36 eləyər çünki. 6 tam neçədənsə böyük. Ən kiçik tam qiymətimiz neçədir? 7. Yəni cavab A variantı. Gəlirəm 23 nömrəli suala. Görək fərqli sualdır. 23 nömrəli sualda deyilir ki, ABC 3 bucağında B bucağını sənə 120 dərəcə vermişəm. AB-ni sənə 6 vermişəm deyir. BC-ni sənə 10 vermişəm. AC-ni tapmaq lazımdır. Mən də AC-ni necə taparam? Yəni kosinuslar teoreminə görə bucağın qarşısındakı tərəfin kvadratı bərabərdir. 6-nın kvadratı 36, 10-un kvadratı 100. Çıx 2 vur, 6 vur, 10 vurulsun. Kosinus 120 dərəcə yazaram. Bu da 90 üstə gəlinsin 30 kimi yazsam gənclər. Kosinus 90-da sinusa çevrilənəcək. İkinci rübdə mənfidir. Ona görə müsbət eləyəcək. AC kvadratı bərabərdir 136 üstə gəlinsin. Sinus 30 dərəcəmiz 2-də 1-dir. Bu da gedər. Üstə gəl 60. Bu da 196 eləyəcək. AC kvadratı 196-dırsa, o deməkdir ki, mənim AC 14 eləyəcək. Variant yoxdur. Cavab 14 yəni. Gəlirəm 25 nömrəli suala. 24 eynidir. Bizə deyir ki, A kvadratı bərabərdir B kvadrat üstə gəl C kvadrat üstə gəlinsin kökdə 3 BC. Münasibətini ödəyir. Üçbucağın A tərəfi qarşısındakı bucağın dərəcə ölçüsünü tapmaq lazımdır. Uşaqlar, üçbucağın A tərəfi qarşısındakı bucağın dərəcə ölçüsü bax burada yazıram. Onda yenə buna kosinuslar teoremini tətbiq eləsəm, A-nın kvadratı bərabərdir B kvadrat üstə gəl C kvadrat çıx 2BC kosinus alfa. Yazdın mı? Yazandan sonra baxırsan ki, səndə bax, sollar bərabərdirsə, sağları da bərabərləşdirərsən. Yəni, bunlar da gedər. Yəni, demək istədiyim odur ki, kökdə 3 BC bərabər eləyəcək mənfi 2 dənə BC kosinus alfaya. BC-lərdə gedər. Kosinus alfa bərabər eləyəcək kökdə 3 bölünsün 2-yə. Özdə mənfisi ilə. Kosinus alfada kökdə 3 bölünsün 2-ni əslində 30 dərəcədə alır. Amma mənfi olduğuna görə bucaq cavab 180 çıxılsın 30 olacaq. Yəni 150 dərəcədə olacaq. Çünki ikinci rübdə kosinus mənfidir. Müsbət olsaydı elə olduğu kimi yazacaqdım gənclər. 27 nömrəli suala baxaq. Deyir ki, 27 nömrəli sualda 60 dərəcəli bucağın qarşısındakı tərəf 10 kökdə 3 olan üçbucağın böyük tərəfinin mümkün olan ən böyük qiymətini tapmaq lazımdır. Fərz edək ki, böyük tərəf budur. Bu bucağa da bir dənə alfa deyək. Yenə mən sinuslar teoremini tətbiq eləsəm. 10 kökdə 3 bölünsün sinus 60 dərəcə bərabərdir x bölünsün sinus alfa. Sinus 60 dərəcə kökdə 3 bölü 2-dir. Kökdə 3-lər gedər. 2 qalxar 10-a vurular. Yəni x bərabərdir 20 dənə sinus alfa. Gənclər, biz də bilirik ki, sinus alfa mənfi 1-dən müsbət 1-ə təyin olunub. Yəni, bu özünü öldürsə də maksimum 1 qiymətini alır. Ona görə ən böyük qiymət dediyinə görə 20-ni vuracağım 1-ə. Elə cavab eləyəcək 20. Sonra gələk növbəti suala. Növbəti sual hanı?
28, 30 dərəcəli heç nə eynidir. 29 dərəcə üstündə yazaq. Alfanı 90 dərəcədən böyük götürmüşdüksə, 12 üstəgəl 5, 17-dən kiçik olmalıdır. 5-in kvadratı üstə gəlinsin. Bunu dedik biz. 12-nin kvadratından böyük olmalıdır. Yəni 13-dən böyük. Natural qiymətlərin cəmi 14, 15 və 16-nı istəyir bizdən. Bu da eləyəcək gənclər 29 üstə gəlinsin 16. Cavab eləyəcək 45. 31 nömrəli suala baxaq. 33-ü gözüm görür ki, deyəsən təzə sualdır. İti bucaqların qarşısındakı tərəfi 9 və 5 olan körbucaqlı üçbucağın 3-cü tərəfinin ala biləcəyi qiymətlərdən danışır uşaqlar. Deməli, mən necə analiz edirəm? Bir dənə 31. İti bucağın qarşısındakı tərəflər 9 və 15-dir. Bura 9-dur. Burada 15 verib sənə. Sonra sənə deyir ki, körbucaqlı üçbucağın 3-cü tərəfinin ala biləcəyi ən kiçik və ən böyük natural qiymətlərin cəmindən danışır. Bu mənim körbucaqlı üçbucağımdırsa. Bizə demişdik ki, alfa 90 dərəcədən böyükdürsə, yenə şərtimiz 14-dən kiçik gənclər. 81 üstəgəl 25 bunların kvadratları cəmindən böyük. O da neçə eləyir? Kökün altında 106 eləyir. Yəni bunların arasındakı 10 tam neçəsə eləyir də? Ən kiçiyi 11-dir, ən böyüyü də 13-dür. 11-in üstünə 13 gəlsəm, belə çıxır ki, 24 eləyəcək. Все, bu qədər. Gəlim 32 nömrəli məsələyə, amma üstündə yazaq. Mənim özümə də maraqlıdır 33 nömrə, daha doğrusu təzə məsələlər. Ümumiyyətlə, üçbucaq məsələləri həll eləyəndə, bilmirəm, çox xoşuma gəlir, çox sakitləşirəm. Sizdə elədirsə, bilmirəm. Mən nə deyim bu məsələ ilə bağlı? Yeni perpendikulyar BC-yə verib, okey. ACB 45 dərəcədən böyükdür. Maraqlı məsələdir. BY də bərabərdir YC-yə. Bu, buna bərabərdir. AD-ni sənə deyir 12 vermişəm. CD-ni hanı? CD-ni sənə 5 vermişəm. CD-ni də sənə 5. AB-nin ən kiçik qiyməti. Hanı AB? AB-nin ən kiçik qiymətindən danışırsa, ya mən bu bucaqdan danışmalıyam. Bu 45 dərəcədən böyük verib, 90 dərəcədən də verməyib ki, nəysə təyin eləyək. Ya da mən, burada, gəl belə gedək. Mən buradan bir dənə B ilə D-ni birləşdirsəm, hardan ağlıma gəldi, onun üçün bir yol deyə bilməyəcəm. Mənim ağlıma oradan gəldi ki, yəni, mən onunla birləşdirsəm, burada bir dənə median çəkilib, həm də bu hündürlükdür. Yəni, deyə biləcəm ki, bu bərabər yanlı üçbucaqdır, 5-i gətirib yazacağım burada. Çünki bir üçbucaqda medianla hündürlük üst-üstə düşübsə, bu deməkdir ki, həmin üçbucağın uşaqlar bərabər yanlı üçbucaqdır. Ondan danışıram. Bərabər yanlı üçbucaqdırsa, bu üçbucaq. Deməli, belə çıxır ki, mənim oturacağa bitişik bucaqlarım bərabər olmalıdır. Elə deyil. Mən gətirib bura, bax bura, bir dənə yazıram alfa. Onda burada bir dənə alfa yazaram. Yenə deyirəm, bərabər yanlı olduğuna görə 5-lər bərabərdir. Üçbucağın bir xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni, buraya yazaram bir dənə 2 alfa. Elə deyilmi? Elədir müəllimə. Ondan sonra ağlıma nə gəlir? Bundan sonra ağlıma biri 5-dir, biri 5-dir. Bura belə yazaq da, istəyirsiniz, mən buna da bir dənə tən bölən qoyum. Gəlin məsələn belə gedim. Heç burada 2 alfa yazmıram. Çünki mənə çətin olacaq. Mən bunu belə yazıram. Bax, bunu bundan birləşdirdik də biz. Mən bildim ki, bu bərabər yanlı üçbucaqdır. 5-i köçürtdüm bura. Təpədən çəkilən hündürlük median tənbələn üstə düşür. Alfaları bura qoyuram. Ən yaxşısı. Bura heç nə yazmıram. Üçbucağın bu xarici bucağı, qonşu bucağı daha doğrusu 180 çıxılsın 2 alfa olacaq. 180 çıxılsın 2 alfa da kör bucaqdır da, elə deyil. Bu kör bucaqlı üçbucaq olduğuna görə, bax, bu üçbucaqdan danışıram. Üçbucaq bərabərsizliyini yenə təyin eləsəm, 12 üstəgəl 5, 17-dən kiçikdir. 12-nin kvadratı üstəgəl 5-in kvadratı 13-dən böyükdür. 13-dən böyük, onu da niyə kör bucaq olduğunu, alfanın 45 dərəcədən böyük verib. Gətirib 50 dərəcə qoysam bura, yenə 2-dən 2-50-yə vuraram. Bu bucaq, alfamız, bu bucaq 45 dərəcədən böyükdürsə, deyirəm, axı düz gəlmir. Bu bucağın 45 dərəcədən kiçik olacaq. Başa düşürsünüz də nə demək istədiyimi? Axı alfanın 45 dərəcədən böyük verib bizə, ACB-nin daha doğrusu. ACB 45 dərəcədən böyükdürsə, onda müəllimə 90 dərəcə burada varsa, deməli bu 45 dərəcədən kiçikdir. 45 dərəcədən kiçik gətirib 30 dərəcə qoysam, bu kör bucaq olur. Yəni, mən bunun kör bucaq olduğunu isbat edəndən sonra, ona görə üçbucaq bərabərsizliyini təyin elədim. Ki, bu körbucaqlı üçbucağı üçün 17-dən kiçik, 13-dən böyük olmalıdır. Deyir, AB-nin ən kiçik tam qiyməti. Cavab 14 eləyəcək. Qəşən sualdır, maraqlı sualdır. Gəlirəm 35 nömrəli suala. Bu, deyəsən, imtahan məsələsidir, nəsə oradan mənə tanış gəlir. AB-dən danışır. AB-ni tapmaq lazımdır. Mən əvvəlcə bu bucağı taparam. Çünki qarşılıqlı bucaqlar olduğuna görə bərabərdirlər. Mən də bu bucağı bir dənə alfa desəm, sinus alfa bərabər olacaq qarşıdakı katetin hipotenuza nisbəti. Sinus alfa 3 bölünsün 5-dirsə, burada kosinus alfadan danışacağıq. Çünki düzbucaqlı üçbucaq yoxdur.
fikir verin nə demək istəyirəm. O da düzbucaqlı üçbucaqdan yazaram ki, bu bucağa alfa desəm, sinus qarşıdakının buna nisbətidir. 5-in kvadratından 3-ün kvadratını çıxıb bura 4 yazaram. Onda kosinus alfa 4 bölünsün 5-dir. İndi bax kosinus alfanı tapdım. Gəlirəm buna. Kosinuslar teoreminə görə bu üçbucaqdan danışıram. Bucağın qarşısındakı tərəfin kvadratı bərabərdir uşaqlar. 6-nın kvadratı 36, üstə gəl 10-un kvadratı 100, çıxılsın 2 vurulsun, 6 vurulsun, 10 vurulsun, kosinus alfa da 5-də 4-dür. Bu 136 eləyəcək gənclər, onu 5-ə bölərəm, 2 yazaram. 2 dəfə 2, 4, 4 dəfə 4, 16. 16-nı da 6-ya vursam 96 eləyəcək. Yəni demək istədiyim AB kvadratı 40 eləyir bəyəm. AB kvadratı 40-dırsa AB-miz kökün altında 40-dır. O da 2 kökün altında 10 eləyir. Bu məsələnin cavabına baxın. Hə, düz aldıq. 2 kökün altında 10. Elə bildim ki, hesablamı səhv eləmişəm. Gəlim 34 nömrəli nəticə onu da deyək də. ABC üçbucağının uyğun variantı müəyyən etməyə lazımdır. Deyir, mənim bir dənə ABC üçbucağım var. A, B, C. AB-ni 4 vermişəm deyir. AB-ni 5 vermişəm deyir. BC-ni 4 vermişəm deyir. Birinci halda AC-yə 3 qoysan, bu Pifagor ədədləridir. Ona görə 90 dərəcə bura eləyəcək. Yəni düzbucaqlı üçbucaqdır. Aydınmı nə demək istədiyim? Yəni birinciyə gedəcək Y variantı. Sonra birinciyə hansı variant gedər? Deyə bilərəm ki, və yaxud sinus alfaya fikir verin. Bu bucağa bir dənə alfa desəm. Deyir sinusa qarşıdakı katetin hipotenuza nisbətidir. Həqiqətən də elədir. 4 böl 5 B ilə gedəcək. Sonra sənə deyir ki, ikinciyi bu birinci. İkincini həll eləsəm. İkincidə deyilir ki, bu ABC-dir. AB-ni 5 vermişəm, BC-ni 4 vermişəm, AC-ni də 4 vermişəm. AC-ni də 4 vermişəm. Bura alfa qoyaram. Bunda bərabər yanlı olacaq da. Burada alfa deyərəm. Mən yazaram kosinuslar teoreminə görə bu bucaqdan danışsam, bucağın qarşısındakı tərəfin kvadratı bərabərdir. 4-ün kvadratı 16, üstə gəl 4-ün kvadratı 16, çıx 2 vur, 4 vur, 4. Kosinus S. Onda belə çıxar ki, 25-dən bu 32-ni çıxaram. 25-dən 32 çıxan uşaqlar neçə edir? Mənfi 7 edir də, hə? Bərabərdir. Mənfi 16-nı da 2-yə vursam 32 kosinus S. Deməli, kosinus alfa bərabər eləyəcək 7 bölünsün 32-yə. Kosinus alfanın müsbət aldığım üçün 2 üçün deyə bilərəm ki, 7 bölünsün 32. Kosinus alfa 8 bölünsün 5 bölü 8 də alınmadı. Deyə bilərəm ki, iti bucaqlı üç bucaqdır. İkinciyə D-ni yaza bilərəm. Bəlkə də hesablama səhv eləmişəm, amma bilmirəm. 5-in kvadratı bərabərdir. 4-ün kvadratı 16, 4-ün kvadratı 16. Hə, bu kosinus A-dan danışır, amma mən kosinus A-nı da tapa bilərsən buradan. Bəlkə də kosinus A buna A gedəcək, bilmirəm. O birisində də 8 qoyarsan. 8 qoymağa da yoldaşlar özünüz yazarsınız. Bura qədər. Uğurlar.